Azərbaycanın ən yaşlı kişi vətəndaşı Hilal İbrahimov vəfat edib. Bu barədə Moderna onun yaxınları məlumat verib. 1915-ci il təvəllüdlü Hilal İbrahimovun ötən gecə dünyasını dəyişdiyi bildirilir. İbrahimov ölkəmizin ən yaşlı seçicisi idi. O Ağcabədi rayonunun Sarıcalılar kəndində doğulub. Bakı şəhərinin Sabunçu rayonunda yaşayırdı. Uzun müddət mühasib vəzifəsində çalışıb. İkinci Dünya müharibəsindən qayıtdıqdan sonra isə ailə həyatı qurub. Onun bu nikahdan 8-i qız, 2-si oğlan olmaqla 10 övladı dünyaya gəlib. Ölkəmizin ən yaşlı sakininin 22 nəvəsi, 18 nəticəsi var. 2020-ci ildə başlayan Vətən müharibəsində öz təqaüdünü Azərbaycan ordusuna ianə edərək çox nümunəvi bir davranış sərgiləyib. Qeyd eləyək ki, Hilal İbrahimov bir müddət əvvəl yıxılıb və sol bud sümüyünün boyun sınığı yaranıb. O, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Allah rəhmət eləsin.